Düzəldi. Keçən səfər nə vaxt idi? Çay vardı. Çay. Onda qızarmışdı ayağım bütün. Ağrılarımızdı. Bəli. Müalicə elədik, keçdi, getdi. Bəli, bəli. İndi yenidən başlayıb. Bəli. Adətən belə xəstələrimiz olur və bu xəstələrimizdə qızıl yel diaqnozu ilə müraciət edirlər. Əsas səbəbi qızıl yelin ayaqda olan ödəmdir. Yəni ödəm az olduğu təqdirdə qızıl yelin olma ehtimalı çox azdır. Ən çox hallarda ödəmli ayaqlarda qızıl yel baş verir. Barmağımı bastığım yerdən görə bilərsiniz ki, buraxanda bir barmağımın izi qalır, çökəklik qalır. Bu da ayaqda olan deməli şişdən xəbər verir. Şiş varsa dəri genişlənir, mikroçatlar əmələ gəlir. Həmin mikroçatların da infeksiyalaşması nəticəsində qızıl yel qoşulur. Yəni bu deyək ki, ağırlaşma kimi. Sözcə burada hələ başlanğıc məsələdir. Qızıl yelin başlanması üçün də infeksiyanın giriş qapısı olmalıdır. O giriş qapısı ya ödəm nəticəsində olan çatlar, ya da ayaqda olan belə xırda bir yaralardan qızıl yel başlaya bilər.